Burada soruşur. İmam rükətlərin sayını səhv salıb 5-ci rükətə qalxarsa, biz də qalxmalıyıq. Baxın, əziz qardaşlar, imam ola bilər səhvən qalxsın 5-ci rükətə, 4 rükətli namazda. Lakin arxadakılar nə edir? Təsbih. Xəbərdar necə olur? Subhanallah deməklə. Təsbih gətirir. Əgər yenə başa düşməyib, özünü düz hesab edib qalxarsa 5-ci rükətə, arxadakıların qalxması düzgün deyil. Arxadakıların qalxması düzgün deyil. Bəs nə edirlər? Ya salam verib çıxırlar, özləri salam verib çıxırlar, ya da gözləyirlər, imam gəlir, salam verir və imamla birlikdə salam verib çıxırlar. Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, "Vəl-intizaru əhsən." Gözləmək daha yaxşıdır. Yəni sən 4-cü rükətdəsən, düzdür, gözləyirsən, imam gəlir, salam verir, sən də salam verib çıxırsan, bu daha yaxşıdır. Yox, əgər qalxarsa, arxadakılar da namazları nədir? Batildir. Qalxarsa namazları batildir. Çünki bilərəkdən ki, 5-ci rükətə qalxır, sən də tabi olursan, artıq arxadakıların namazı batil olur.